Rəcəb ayının savabı çoxdur. Rəcəb ayında bilirsiniz ki, bir neçə müxtəlif günlər qeyd olunur. Onlardan biri Bəraət gecəsi. Yəni Rəcəb ayının ilk cümə axşamı qarşıdan ki gəlir, Leylətur Rəqaib. Leylətur Rəqaib savabı çox olan gecədir. Həmin gecə yatmamaq lazımdır, ibadət və itaət etmək, dualar çoxdur o gündə, o gecədə oxumaq. O gecənin bir namazı var. Mən onu sizin yadınıza salım, çalışarsınız. İlk cümə axşamı ki olacaq, həmin cümə axşamında Leylətur Rəqaib nə dua etsəniz yeri var və xüsusilə həmin 12 rükət namaz. 6 dənə 2 rükət namazlardır, onları yerinə yetirərsiniz. Nədir o? Birinci 2 rükətdə, yəni 6 dənə 2 rükət. Hər 2 rükətdə birinci rəkətində həmdən sonra 3 dəfə Qədr surəsi. Həmd surəsi tamam olandan sonra 3 dəfə Qədr surəsi və 12 dəfə Təvhid, yəni Qul Huvallah surəsi. Yəni hər rükətində 12 rükətdir, 6 dənə sübh namazı kimi. Hər 2 rükətdən sonra salam var. Hər rükətində həmdən sonra 3 dəfə İnna Ənzəlnah Qədr surəsi, 12 dəfə Təvhid Qul Huvallah surəsi və namazı bitirəndən sonra 70 dəfə təsbihi al-əlvə, 70 dəfə Peyğəmbərə salavat göndər. Bir salavat zikirləyək. Özü də bu formada Allahümmə salli ala Muhammed ən-nəbiyyil ummi və alə alih 70 dəfə. Və ondan sonra başını səcdiyə qoy və 70 dəfə Subbuhun quddusun Rabbül mələikəti və ruh bu zikirdir və yenə başını səcdədən qaldır 70 dəfə Rabbiğfirli vərham Rabbiğfirli vərham və təcavəz əmmə tə'ləm innəkə əntəl əliyyül əzəm bu zikridir və ondan sonra yenə səcdiyə qoy başı, yenə də Subbuhun quddusun və Rabbul mələikəti və ruh 70 dəfə və ondan sonra hacət nə istəsən Allah Teala verəcək. Hədislərdə qeyd olunur ki, bir nəfər vəfat eləyər, qəbrə ki qoyarlar, qəbridə görər ki, bir nurani bir varlıq gəldi buna tərəf. O qəbrin qaranlıq, qorxulu zamanında o insan deyər, sən kimsən? Ki, sənin danışığın bu qədər şirin, özün belə nur məndən, mənim bu çətin halətimdə mənə ənis-i munis oldun sən. O nur deyər, qorxma, mən o ibadətinəm ki, o gecə ibadət elədin və həmin gün ki, sən cümə axşamı oruç tutmuşdun və bu namazı qılmışdın, o zikirləri demişdin, mən həmin nuram, həmin ibadətəm, narahat olma, qiyamətə qədər sənlə varam mən, səni tək qoymaram və qiyamət günü bir kölgə salaram, o qorxulu yerdə sənin üzərində olaram mən. Yəni Rəcəb ayında görün nə qədər savab var. Rəcəb ayının biri ki, bildin daxil oldu, həmin gecə bir qüsl var. O qüslü edən buyurublar ki, insanın günahlarını yuyar aparar. Təsəvvür eləyin, bir nəfər qiyamət günü mizan tərəzidə savabın, günahın ölçürlər, azacıq çatışmır. Bir qüsl olsaydı onu düzəldərdi. Yəni, boş buraxma bu işləri. Həm Rəcəbin gecəsi bir qüsul var, həm də gündüzü. Eləyə bilsən, yuyunursan isti havada, adını qoy qüsul, qurbətən ilə Allah, qüsul ilə bu savab olsun sənə. Rəcəb gecəsinin bir qüslu var.
və birinci gecənin ən savab işlərindən biri çalış bir oruç tut. Həmin orucun savabı daha çoxdur ki, ərz elədim. Rəcəb ayında müxtəlif günlər qeyd olunur. O cümlədən Rəcəbin biri İmam-ı Baqir əleyhissalamın təvəllüdü. Biri Rəcəbdə İmam-ı Muhammed Baqir salamullah aleyhin təvəllüd günü. Rəcəbin 3-ü İmam-ı Hadi Əliyyən Nəqinin şəhadət günü və Rəcəbin 10-u İmam-ı Muhammed Təqi əleyhissalamın təvəllüd günü. Rəcəbin 13-ü Həzrəti Mevləl Müvəhhidin Əli ibn Əbi Talibin anadan olan günü özü Kəbənin içində. 13-ü Rəcəb ki, ona yaxın o təvəllüd barəsində danışacağım. O cümlədən Rəcəbin 15-i Zeynəb-i Kubra salamullah aleyha onun vəfatı günü ki, Zeynəbin qəbri bilirsiniz ki, Şamdadır, bu dəqiqə giriftardır. Şamda bir qrup nadan müsəlman adı ilə müsəlmanları qırır. Peyğəmbər səhabəsinin qəbrin dağıdıb heç, için qazıb cəsədini çıxardır. Bu böyük bir günah. Hər hansı bir insanın, hətta qeyri-müsəlmanın qəbrini korlamaq bizim dinimizdə yoxdur. Nəbş, qəbr açmaq böyük günahlardan biri. Hər kəs bir nəfərin qəbrini açan o günah edib. Çünki o ölüyə hörmətsizlik elədi. Qalmışdı bir nəfər Peyğəmbər səhabəsi ola. Peyğəmbəri görə Hüzr ibn Ödey bir şəxsdir ki, gənc çağlarında qardaşı ilə gəldi Peyğəmbəri gördü. Həzrət Peyğəmbərlə söhbət edib, səhabədir və möhkəm dini qəbul elədi. Özü Kufəlidir, Kindi qəbiləsindən. Və qayıtdı, Peyğəmbərin eşitdiyi kəlamları təbliğ edib, Həzrət Əlinin sahabəsi olub və Həzrət Əli ilə Siffində, Cəməldə, Nəhrəvanda çıxış edib, iştirak edib. Hətta Cəməldə, Nəhrəvanda öz qəbiləsinin sərkərdəsi olub. Siffində sol meymənə döyüşün başçısı olub, komandanı olub və nəhayət Həzrət Əlidən sonra, yəni onun həyatına bir qısa nəzər salsaq, Həzrət Əli əleyhissalamın şəhadətindən sonra Kufədə bəzi nahaqlar barəsində etirazı oldu. Nəhayət tutub göndərdilər, gətirdilər Şama, orada şəhid elədilər oğlu ilə bircə, qəbri oradadır. Allah onun qəbrini qorusun, mən onu ziyarət eləmişəm qəbrini. Hüzr ibn Ödeyin qəbri ki, Şamda, Diməşqin yaxınlığındadır. Zeynəb-i Kubranın da qəbri indi qoruyurlar, amma yenə də orada bəzi hərəkətlər olur, görürsən, müsəlman görürsən, ancaq özünə qarşı, müsəlmana qarşı belə zorakılıq, dinimizdə beləcə zorakılıq yoxdur. Əgər dinimizdə bir nəfər nahaq ölsə, onun günahı hamısı gəlir o təşkil edənlərin boynuna. İslamda döyüş, müharibə qaydaları Məkkənin fəthində Peyğəmbər tərəfindən göstərilib ki, bir nəfərin burnu da qanamayıb. Həzrət buyurdu, biz Məkkəni ki fəth etdik, hamının canı amandadır. Hətta bir nəfər nahaq birini öldürmüşdü, onu da Peyğəmbər özü mühakimə elədi ki, niyə bu işi görübsən? Necə ola bilər? Bir nəfər gələ bir silah istifadə eləyər, qadın, uşaq, qoca ölə pisləyirik bu hərəkətləri. İstər müsəlman ölə, istər qeyri-müsəlman, günahsız insan öldürmək olmaz. Rəcəb ayında 20-sində, 18-ində yenə günlər var. 18-ində Peyğəmbərin oğlu İbrahimin vəfatı, 20-sində İmam Hüseynin qızı Səkinə, yenə qəbri Şamda təhlükəli yerdədir. Yenə də onun bəzi sözlər deyirlər, belə dağıcaq, belə eləyəcəyik.
24-cü Rəcəb Xeybər qalasının fəthi. Xeybər qalası, Xeybər müharibəsi Peyğəmbərin öz iştirakı ilə olub ki, o qala fəth olunmağa ki, Həzrət Peyğəmbər buyurdu ki, fəth eləyəcək qalanı. Gəldilər, qoşun əhli döyüşdü, bayrağı götürdü filan kəs, getdi qabağa, məğlub oldu. O biri götürdü, getdi qabağa, məğlub oldu. Döyüşçülərin içində şübhə yarandı. Ya Rasulallah, siz dediniz ki, biz fəth eləyəcəyik, amma itki veririk. Həzrət Peyğəmbərə Allah Teala xəbər vermişdi fəthi. Peyğəmbər buyurdu, indi bir nəfər gələcək, onun əli ilə bu qala fəth olunacaq. Həzrət Əli həmin vaxtda gözləri ağrıyırdı, gəlməmişdi. Həzrət Əli nəhayət gəldi, Peyğəmbər bir dua örgətdi, oxudu, gözləri sağaldı və gedib sərkərdəlik etdi, qoşuna getdi, o qalanı fəth elədi, onun qapısı ağırdı, onu tək götürdü. Həmin o fəth-ü nüsrət Həzrət Əlinin Əli ilə 24-cü Rəcəbdə yazırlar. 25-də İmam Musa Kazim Səlamullah Aleyhin şəhadəti. Mütəvəkkil zalimin əli ilə. O günlərə çatanda mən qeyd eləyəcəm o əhvalatları. Və nəhayət 27-si Rəcəbdə Məb'əs günü Peyğəmbərimizə Peyğəmbərlik verilən, bəziləri deyir Meyrac, amma bizim etiqadımıza görə yox. Peyğəmbər Əhl-i Beyti buyurur ki, Meyrac ayrı vaxtdadır. Bu məb'əsdir, Peyğəmbərə Peyğəmbərlik verilmə və Ələq surəsinin nazil olması. Ki, həmin zamanda mən yenə də işarə edəcəyəm həmin zamanları. Nəhayət, Rəcəb ayı əzəmətlidir. Rəcəb ayının hər anı, hər saatı, gecəsi, gündüzü əzəmətlidir. Çalışaq bu feyzidən, bu kəramətdən, bu lütfidən biz binəsib olmayaq və bundan istifadə eləyək. Və bir axırıncı rivayəti nəql edim sizlərə ki, bir nəfər Həzrəti Sadiq əleyhissalamın yanına gəldi, o şəxs ibadət etməkdən gözləri də zəifləmişdi. Dedi, ağa, bu ayda mənə bir yol göstər ki, mən bu savabı eləyim və bu Rəcəb ayının fəzilətindən əldə edeyim. Ağa buyurdu, qələm götürün, dəftər götürün, yazın. Bir dua ilə örgətdi, hər namazdan sonra İmam Sadiq əleyhissalam buyurdu, o duanı oxuyun. Gecə gündüz. Ya mən ərcuhu li kulli xeyr və amənu səxətəhu ində kulli şər. Ya mən yu'til kəthirə bil qalil. Ya mən yu'ti mən səələ. İnşallah o duanın şərhin imkan olsa gələn cümə mən sizə şərh eləyərəm ki, burada onun var. Götürüb apararsınız ibadətinizdən sonra hər zaman bunu oxuyun. Amma bir şey unuttum sizə deyəm ki, bəraət Leylətur Rəqaib birinci cümə axşamının namazını ki, mən sizlərə dedim, həmin namazın qılınan vaxtı məğrib və işa arasındadır. İlahi və Rəbbi bu ayın savabından, fəzilətindən hamımızın halına şamil elə. İlahi və Rəbbi bizə ömür ver, biz Rəcəbi, Şabanı və Ramazanı dərk eləyək. Günahlarımızı və valideynlərimizin günahlarını bu ayda əff elə. Qəlbimizdə olan hacətləri rəva elə. İlahi və Rəbbi xəstələrimizə şifa kəramət elə. Xalqımıza, millətimizə xeyr, bərəkət nazil elə. Dinimiz üçün, xalqımız üçün, millətimiz üçün çalışanları salamət elə. Düşmənlərimizi zəlil elə. Vəssalamu aleykum və rəhmətullah və sallallahu alə seyyidina Muhammedin və alihi tahirin.